Uşaqlar, axşamınız xeyir. Mən bu feilin şəxssiz formalarının mövzusunda artıq 3-cü hissəni çəkirəm. Ümid edirəm bu dəfə sonlandıra bilərəm. 126-ya qədər işləmişdik biz sizinlə. Baxaq 127-yə. Biz nə öyrəndik? Sifətdən sonra məsdər gəlir. 128. Sifətdən sonra məsdər gəlir. 129. Sifətdən sonra məsdər gəlir. Burada da sifət var. İkinci tərəfdə yenə məsdər gəlir. 130 sifətdən sonra məsdər gəlir. 31 sifətdən sonra məsdər gəlir. 32 yenə məsdər. 33 sual sözündən sonra məsdər gəlir. 34 decide feilindən sonra birbaşa məsdər gəlir. Agree feilindən sonra birbaşa məsdər gəlir. Imagine feilindən sonra birbaşa gerund gəlməlidir. 137 want feilindən sonra birbaşa məsdər gəlir. Because he needs. Biz needs-i iki cür öyrənmişik. Bir modal feil kimi, bir də əsas feil kimi. Düzdürmü? Əsas feil kimi öyrənmişdik ki, bu sonunda S şəkilçisi qəbul edirsə, yəni şəxs şəkilçisi qəbul edirsə, bu zaman olur əsas feil. Modallar şəkilçi qəbul etmirdi. Əsas feil olaraq ondan sonra mütləq məsdər gəlməlidir. Modal olsaydı, özündən sonra to-suz feil istəyəcəkdir. 138. Keep-dən sonra gerund gəlir. To plan məsdər gəlir. Suggest-dən sonra isə gerund gəlir. Birinci tərəfim məsdər olsun, ikinci tərəfim gerund olsun, B bəndi. Could you lend me? Baxın, mənim modalım var. Modaldan sonra biz nə cür feil işlədirdik? To-suz və şəkilçisiz feil D bəndi olacaq. 141. May I suggest? Suggest-dən sonra gerund işlənir. It's impossible. Sifətdən sonra məsdər işlənir. Yenə sifət, yenə məsdər. 144. To be able to ifadəsidir. Baxın. Ondan sonra ifadəsi deyəndə yarım modalı deyim də. Ondan sonra məsdər gəlirdi. Yenə to be able to. We don't have to. Baxın, bu da yarım modaldır. Must-ın ekvivalenti. Bundan sonra da biz məsdər işlətməliydik. Bu gəldi kompleks obyektə. Burada mənə to olan feil veribdir. Kompleks obyektimdə to işlətib. Deməli, mənə 3-cü kateqoriya lazımdır. 1 və 3 olacaq. To take part yenə 3-cü kateqoriya feil lazımdır. Çünki burada to işlənibdir. Let-i silərəm, make-i silərəm. 3, 4 düzgün variant. 149. Please do not. Aha, indi heç birini verməyib özümüz seçəcəyik. Allow 3-cü kateqoriya, burada to işlənməlidir. Let 1-ci kateqoriya düzdür. Allow 3-cü kateqoriya to işlənib düzdür. Let-dən sonra to olmaz, səhvdir. Cavabım olacaq 2 və 3. Yenə let to-suz işlənir, düzdür. Bu səhvdir. Allow to ilə işlənir, düzdür. Düzgün variantım 1 və 3. Regular verb soruşur, yəni qaydalı feillər. Leave, left, come, came, now, new, return, bu düzdür. Enter, düzdür. Dance, düzdür. Bunlar hər üçü qaydalı feildir. Yenə regular, let, led, speak, spoke, buy, bought. Bunlar hər üçü qaydalı feildir. Ask, asked, read, read, write, wrote, allow, allowed, expect, expected. Qaydalılar 1, 4, 5. Irregular, qaydasız istəyir. Give, gave, hunt, hunt, clean, cleaned, accepted, now, new, break, break, broke. Deməli, 4-dən oldu. 1, 2, 5, 6. Asked, asked. 3-cü kateqoriya to-suz işlənməz. 1-ci kateqoriya to ilə işlənməz. Cavabım olacaq 3 və 4. Before going, made me to have. 1-ci kateqoriya to ilə işlənməz. 2-ci to-suz, 3-cü to-suz işlənməz. 3 və 4 düz oldu. Bu nətər 3, 4-düzü artıq. Burada mürəkkəb tamamlığımda to veribdir, məsdər veribdir. Ona görə də mən 3-cü kateqoriya axtaracağam. Bunlar da 1, 2, 5-dir. 3 və 4 1-ci kateqoriyadır. Bunlar getdi. 158. To eat. 3-cü kateqoriya lazımdır mənə. 1, 2, 3 olacaq. 4, 5 1-ci kateqoriyadır. Told 3-cü kateqoriya to ilə verib düz. Make 1 to ilə verməməli idi, səhv.
Make to ilə verməməli idi. Səhv. Make to ilə to-suz verməli idi. Düz. Deməli cavabım oldu 1 və 4. 160-a baxırıq. To ilə verib 3-cü kateqoriyaya axtarıram. Bu da 2 və 4 olacaq. 160 neçə dənədir bu? 4 dənə. 161 make to-suz işlənməlidir. Expect to ilə işlənməlidir. Asked to ilə işlənməlidir. Allowed to ilə işlənməlidir. 3 və 4 düzgün cavabım oldu. Made, repeat düzdür. Made to eat səhvdir. Made to learn səhvdir. Made return düzdür. 1, 4 oldu düzgün cavabım. 163 asked to ilə verilməlidir. Səhv. Tell to ilə verilməlidir. Düz. Let to-suz verilməlidir. Səhv. Want to ilə verilməlidir. Düz. Düzgün cavabım 2 və 4. 164 want to ilə verilməlidir. Səhv. Make to-suz verilməlidir. Səhv. Made to-suz verilməlidir. Düz. Promise to ilə verilməlidir. Düz. Cavabım oldu 3 və 4. Bununla da uşaqlar mən sizinlə həm qaydalı və şəxssiz formaların izahını, həm də testini yekunlaşdırmış oldum. Ümid edirəm ki, işinizə yarayar. Sizə imtahanlarda bol-bol uğurlar arzulayıram.